ki, onlar cəbhəyə getmişdi. Fevralın 1 idi, həyatda durmuşdu, bu mənim bibim nəvəsidir. Atama sivariş gəldi ki, uşaqlar belə rəhmətə gedib, şəhid olublar, gəlirlər. Biri də ki, şeydən idi, onlar üç dənə şəhid gəldi həmin günü. Biri Məşədlərdən, biri Məşədlərdən. Səfərov vali. Bəli. Vali ilə birində gəldi. Biri oraya getdi, ikisi bura gəldi. Allah rəhmət eləsin, qaldıq. İki şəhidin arasında gah oraya gedirdik, gah bura gəlirdik. Şəhiddir, əlbəttə Allah bütün şəhidləri rəhmət eləsin. Onların sayəsinə, onların xidmətinə, tək bunların yox, bütün şəhidlərin xidmətinə, bütün şəhidlərimizin sayəsinə biz belə bu azada, məsələn, kənddə gəzirik, Respublikada gəzirik, Respublikamız azaddır. Bütün şəhidləri Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bəli, bütün şəhidlərimizə Allah rəhmət eləsin. Buyurun. Dərşoğlu, bu deməmək günah olar. Hörmətli prezident, budur şəhidlərə status verir. Yəni, ehtiramı saxlayır. Bütün, nətər deyirlər, hər adım yerinə yetirir. Allah salamat eləsin, cənab prezidenti də budur şəhidlərə hörmətlə yanaşır. Allah can sağlığı versin hər bir kəsə. Allah ruhlarını şad eləsin. Hər iki qəhrəmanın Allah ruhunu şad eləsin. İndi 44 günlük vətən müharibəsində biz o hadisələri yaşadıq, o anları gördük ki, bəzən müəyyən evlər var ki, ailələr var ki, ora bir gündə iki şəhidlərimiz gəldi. İndi təbii ki, həmin illərdə bir kəndə 2 dənə şəhid cənazəsinin gəlmək, indi bu kəndin abu havası insan təsəvvür edir, onu gözünün qabağına gətirir. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin, məkanları cənnət olsun. Çox sağ olun ki, belə bir təşəbbüs irəli sürmüsünüz. Ağsaqqal yaxşı qeyd elədi ki, bizim cənab prezidentimiz, Ali Baş Komandanımız necə ki, şəhidlərimizə dəyər verir, qiymət verir. Hər bir yerdə də, hər bir kənddə də həmin kənd, qəsəbə fərqi yoxdur. Ucqar bir kənd olsa da, həmin anım günündə kənd sakinlərinin özünün borcudur ki, həmin şəhidlərimizi ziyarət eləyə, onları yad eləyə. Allah ruhlarını şad eləsin. Bəli. Kimsə bizim şəhidlərimizə hörmət olsa, birinci bizim öz vətənimizin, torpağımızın böyük əsgərlərimizdir, öz balalarımızdır. Biz hörmət qoymayandan sonra heç qeyrisinin hörməti də qoyulmaz. Çünki hamımızın borcumuzdur şəhidlərə hörmət qoymaq. Sağ olun. Allah ruhlarını şad eləsin.